Salam əziz abituriyentlər. Bu gün mən sizlərə Güvən Nəşriyyatının keçirdiyi 8-ci sınav imtahanının fizika suallarını izah edəcəm. Suallar 10-cu sinif 1-ci qrupa aiddir. 31-ci sual. F qüvvəsinin təsiri ilə bloklar sistemi vasitəsilə tarazlıqda saxlanılan cismin kütləsini hesablayın. Blokların və ipin çəkisi blokların oxundakı sürtünmə nəzərə alınmır. Deməli, burada nə təliş görürük? Biz bu F-i izləyirik. F-i izləyib, buradan gəlir, bura bir dənə F yazırıq. Davamında burada bir dənə F yazırıq. Onda bu ipə 2F gəzinə düşür və bu da MJ ilə aşağı dartılır. Bərabərsə hərəkət etdiyinə görə 2F bərabərdir MJ-yə. Yəni MJ-ni biz 2F düsturu ilə tapacağıq. Yəni bu bloklar sistemi qüvvədə 2 dəfə qazanc verir. 2 vurulsun. F bizdə nə qədərdir? 60. Bu da 120 eləyər. Onda M bərabər olacaq 12 kiloqram. Testin doğru cavabı B variantı. 32. O nöqtəsi nəzərən F qüvvəsinin qolu hansıdır? Qüvvənin qolunun tərsi belədir. Bu F qüvvəsinin təsir xəttidir, belə uzanıb gedir. Fırlanma nöqtəsindən qüvvənin təsir xəttinə endirilmiş perpendikulyar qüvvənin qolu adlanır. Onda F qüvvəsinin qolu OC-dir. 33-cü sual. 4 kiloqram kütlə cismi çəkisiz lingin hansı nöqtə asmaq lazımdır ki, ling tarazlıqda qalsın? Lingi tarazlıqda saxlamaq üçün saat əqrəbi istiqamətə fırladan momentlərin cəmi saat əqrəbinin əksinə fırladan momentlərin cəminə və yaxud da ki, momentlərə bərabər olmalıdır. Deməli, burada 6 kiloqram yükün ağırlığı 60 Newton eləyir. 60 vurulsun. Dayağa qədər onun qolu 2 damadır. 2 dama bərabərdir. Bu 4 kiloqram kütlənin ağırlığı 40 Newton eləyir. Dayağa qədər olan məsafəni bilmirəm. Və buradan alıram ki, yəni bəzi ixtisarlar gedir. D2-ni mən 3 dama olduğunu alıram. 12-ni 4-ə böləndə 3 edir. 3 dama. Deməli, bu dayaqdan 3 dama sağda yerləşməlidir. Sayıram. 1, 2, 3. Deməli, 4 kiloqram yükü bax buradan asmaq lazımdır ki, bu link tarazlıqda qalsın. Testin doğru cavabı C variantı. 34. Sükunətdə olan cisim F bərabər Newton dartı qüvvəsinin təsiri ilə düz xətlə hərəkət edir. Bu qüvvənin 5 metr yolda gördüyü işi hesablayın. Görülən işin düsturu A bərabərdir. Olacaq Fs kosinus alfa. F bizdə 20 Newtondur. S 5'tir. Kosinüs alfa da 0,8'dir. Bu da eləyər 80 joule. Doğru cavab B variantı. 35-ci sual. Harmonik rəqs edən cismin koordinatın zaman axısı qrafiki verilmişdir. Rəqs periodu T və rəqs amplitudu A-nı müəyyən edin. Rəqs amplitudu X-in maksimal qiymətinə bərabərdir və A ilə işarə olunur. X-in maksimal qiyməti burada qrafikdən görürük ki, bu 3-ə bərabərdir. Yəni bu amplitud 3'tür. Onda A bəndi, C bəndi və həmçinin Y variantı çıxdı. Period nətər tapırdıq? 0-dan başlayıb 4 yerə bölüb yazırdıq. 4'də 1, 4'də 2, 4'də 3 tam. Deməli, period 8'dir. T bərabərdir 8. Növbəti sual, 36-cı sual. Hansı cihaz vasitəsilə riyazi rəqqasın rəqs periodunu təyin etmək olar? Riyazi rəqqasın rəqs periyodu T bərabər 2 pi kök altda L bölü J düsturu ilə hesablanır. Biz bu J məlumdur onsuz. L-i biz xəttkeşlə ölçə bilərik. Çünki rəqqasın uzunluğudur L. L də xəttkeşlə ölçərik. Doğru cavab A variantı. 7. Harmonik rəqs edən cismin koordinat zaman hansı qrafik hansıdır? Harmonik rəqslər zamana görə ya sinus ya da kosinus qanunundan dəyişir. Burada testin doğru cavabı Y variantı olacaq. X bərabərdir. X-in sinus omega t qanunundan dəyişəcək. 38. 4 metr saniyə sürətlə hərəkət edən 4 metr saniyə sürətlə hərəkət edən impulsu 8 kiloqram vur metr bölü saniyə olan cismin kinetik enerjisini hesablayın. Kinetik enerjisini PV bölü 2 ilə hesablaya bilərik. P bizdə 8, 4, 2. Bu da eləyəcək 16 joule. Doğru cavab C variantı. 39. Mühərrikin gücünün sabit qiymətində
Sürəti 2 dəfə azaltdıqda dartı qüvvəsi qiyməti necə dəyişər? Güclə dartı qüvvəsi arasındakı düstur belə idi. N bərabər F. Buradan F-i tapanda olacaq N bölünsün V. Əgər gücü sabit saxlayıb V-ni 2 dəfə azaltsa, onda qüvvənin qiyməti 2 dəfə artacaq. Doğru cavab A variantı. 40-cı sual. Cisim sabit dartı qüvvəsinin təsiri ilə müsxətli bərabər sürətlə hərəkət edir. Bu qüvvənin işinin zamanlaması qrafiki hansıdır? Deməli, A bərabər Fs yazırıq. F burada sabitdir. S-in də yerinə bərabər sürətlə olduğuna görə Vt yazırıq. Onda A ilə T düz mütənasib olacaq. Doğru cavab D variantı. 41-ci sual. Təcil və impuls üçün Euler-Venn diaqramda uyğun ifadələri müəyyən edin. Təcil də impuls da ikisi də vektorial cəmiyyətdir. Bir gedəcək ortaya, yəni üçüncü bəndə gedəcək. Onda A variantı burada doğru deyil. Həmçinin C ilə D variantları da doğru deyil. Həmçinin burada Y variantı da doğru deyil. İndi hər ehtimala qarşı e, biz baxaq yenə də. Sürət istiqamətə yönələn cəmiyyət impulsdur. Əvəzləci və istiqamətə yönələn cəmiyyət təcildir. Sürətli bərabər sürətli hərəkətdə qiyməti sıfıra bərabərdir təcilin. 3, 4, 2, 1. Doğru cavab B variantı. 42-ci sual. Sürətli bərabər yavaş hərəkət edən cismin sürətin modulunun zamanlaması qrafiki verilmişdir. 4-cü saniyənin sonunda bu cismin sürətinin modulunu hesablayın. Deməli, buradan təcili tapmaq olar. Təcilin modulunu tapmaq olar. Təcilin modulu bərabər V çıxılsın V0 bölünsün T. O da bərabərdir. Sıfırdan çıxırıq 30'u. Çünki başlanan sürət 30'dur. Son sürət 0'dır. Və 6 saniyə bu məsafə, bu sürət dəyişməsi olub. Burada təcilin modulunu 5 aldıq. Və yavaşlayan hərəkət olduğuna görə sürət belə tapılır. V0 minus modulda A vurulsun T. V0 bizdə 30'dur. Çıxılsın A bizdə 5'dir. Neçənci saniyə deyir? 4-cü saniyə deyir. O da bərabərdir 10 metr bölü saniyə. Doğru cavab C variantı. Burada mütənasiblik ilə də tapmaq olar. Görərik ki, zaman 2 artır. Təcil isə burada sürət dəyişməsi 10 azalırsa, deməli sual işarəsi yerinə 10 olmalıdır ki, 10 azalmaq, mütənasiblik azalma davam etsin. Növbəti sual 43. Hansı ifadələr doğrudur? Düz xəttli bərabər yeniləşən hərəkət edən maddi nöqtənin bərabər yeniləşən hərəkət edən maddi nöqtənin hərəkət trayektoriyası düz xəttdir. Burada düz xəttli yazıbsa, hərəkət trayektoriyası düz xəttdir. Onda bir doğrudur, onda bir olmayan cavablar səhvdir. Əgər xəttir, onda 2 olan cavablar çıxırıq buradan. Sürətin qiyməti zaman keçdikcə artır. Bəli, yeniləşən hərəkətdə sürət artır. 3 də doğrudur. Onda C variantı da səhvdir. 4 buradan çıxır avtomatik. Təcilin qiyməti zaman keçdikcə dəyişmir. Düz xəttli bərabər yeniləşən və ya bərabər təcil hərəkət, bərabər yavaş hərəkət, bərabər təcil hərəkətin növüdür. Yəni orada A konstant, yəni A'nın qiymət və istiqaməti zaman keçdikcə dəyişmir. 5 də doğrudur. Doğru cavab A variantı. 44-cü sual. Xətti sürəti 5 metr/saniyə olan maddi nöqtənin verilmiş radiusu çevrə bərabər sürətlə hərəkət edir. 4 2 saniyə olan bu maddi nöqtənin 4 tam dövrəzdə getdiyi yolu hesablayın. Gedilən yolun düsturu V vurulsun T'dir. V'ni biz olduğu kimi saxlayırıq, çünki V'ni bizə veribdir. Və biz T'ni periyod və dövrlərin sayını əvəz etməliyik. O da belədir. Periyodun düsturu T bölünsün N'dir. Və burada biz T'ni tapanda T vurulsun N. Gətirib yerinə yazanda olacaq VTN. Deməli, L bərabər olacaq vətən. Bu düsturu belə yadda saxlaya bilərsiniz. İndi verilənləri yerinə yazırıq. V bizdə 5, T bizdə 2, bu da 4. 8, 40 metr olacaq. Doğru cavab E variantı. 45-ci sual. Çevrə ilə bərabər sürətli hərəkətdə döyətmə tezliyinin çevrənin radiusundan asılıq diaqramı verilmişdir. Hansı nöqtə xətti sürətinin ən böyük qiymətinə uyğundur? Deməli, burada V bərabər 2 pi r n'dir. Bu düsturla getməli, çünki bizə n və r verilib. Burada xətti sürətin ən böyük olması üçün həm radius, həm də döyətmə tezliyi ən böyük olmalıdır. Döyətmə tezliyinin ən böyük qiyməti var. Belə getdikcə n artır. Ən böyük qiymət 1 ilə 2-dədir. R-in ən böyük qiyməti isə 2 ilə 3-dədir. Bunlar hansı nöqtədə kəsişirlər? Bunlar 2 nöqtəsində kəsişirlər. Doğru cavab B variantı.
Növbəti sual. Maddi nöqtəyə bir düz xətt boyunca əks istiqamətdə yönəlmiş F1 və 2 qüvvələri tətbiq olunmuşdur. Bu qüvvələrin əvəzəsi 10 Newton olarsa, F2 bərabər 6 Newton olarsa, bu qüvvə F1 qüvvəsinin modulunu hesablayın. Bir istiqamətdə 2 qüvvə tətbiq olunub. Biri deyək ki, F2 qüvvəsidir, digəri isə deyək F1 qüvvəsidir. Onda əvəzləyici əks istiqamətdə olduğuna görə çıxılır. Onda F1-dən F2-ni biz çıxarıq. Və əvəzləyici qüvvə 10 Newtondur. F1-i mən bilmirəm. F2-ni isə bilirəm 6-dır. Onda F1 bərabər olacaq 16 Newtona. Doğru cavab D variantı. Növbəti sual 47-ci sual. İçərisində su olan menzurkaya kütləsi 150-120 qram olan bərk cisim salınmışdır. Menzurkanın göstərişinə əsasən cismin sıxlığını hesablayın. Demək, əvvəla deyək ki, millilitr 1 kub santimetrdir. Yəni, burada çevirmə aparmayacağıq. Burada həcmi necə taparıq? Əvvəl həcm nə qədər olub? 40 olub. Buna bir V0 deyək. Sonra bu bərk cismi atandan sonra həcm olub 60. Deməli, atılan cismin həcmi V çıx V0 imiş. Yəni, 60 çıxılsın 40. O da 20 millilitr imiş. Vəssalam. R'nun düsturunu yazırıq. R bərabərdir M bölünsün V. M bizdə 120'dir. 120 bölünsün. V'ni də biz tapdıq 20. O da eləyəcək 6 qram böl santimetr kub. Cavab B var yəni. 48. Yer səthinin H hündürlüyündə qravitasiyaya əsasın intensivliyi D variantı, yəni Jm böl R plus H kvadratı düsturu ilə hesablanır. 49-cu sual. Yer səthindən şaquli yuxarı atılmış cismin yer dəyişməsinin modulunun zamandan hansı qrafiki? Yer dəyişməsinin. Burada cavab A deyil. A sürətin zamandan hansı qrafikdir? Əvvəlcə azalıb sonra artacaq. Yer dəyişmənin modulu Y variantındadır. Yəni əvvəlcə azalır, əvvəlcə yavaş hərəkət edir bu cisim. Daşı sən göyə atmısan, V0 yuxarıdır, J aşağıdır. Sonra yeyinləşir. Növbəti sual. Yayın sərtliyinin vahidinin BC-də əsas vahidlərlə ifadəsi hansıdır? Sərtliyin düsturunu yazırıq. K bərabərdir F bölünsün X. F bizdə Newtondur. Vahidi X-in vahidi metrdir. Newtonun açısına yazırıq. Kiloqram vur. Metr bölünsün saniyənin kvadratı böl metr. Metrlər ixtisar getdi. Qaldı kiloqram böl saniyə kvadratı. Doğru cavab A bəndə. 51-ci sual. Üfüqi səth üzrə hərəkət edən cismə təsir edən sürtünmə qüvvəsi 6 Newton olarsa, cismin səthə göstərdiyi reaksiya qüvvəsini hesablayın. Düstur belə idi. Mü vurulsun N. Buradan N'i soruşur sizdən. Olacaq F sürtünmə bölünsün mü. F sürtünmə 6'dır. Mü isə 0,3'dür. Bu da eləyər 20 Newton. Doğru cavab Y variantı. Masa üzərində bərabər sürətlə sürüşən M1 cisminə təsir edən sürtünmə qüvvəsinin modulunu hesablayın. A hesabı. Deməli, bu bərabər sürətlə sürüşürsə, deməli burada ipdəki yaranan gərilmə qüvvəsi burada sürtünmə qüvvəsinə bərabərdir. Yəni biz gərilmə qüvvəsini tapsaq elə sürtünmə qüvvəsini də tapa bilərik. Bu gərilmədə nətər? Yazı saxlayın. Blokda gərilmə qüvvələr həmişə bərabər olur. Yəni bura T-dirsə, burada T yazacağıq istisnasız. Bu T isə bərabər sürətlə sürüşürsə, demək bunu aşağı çəkən qüvvə hansıdır? M2J ağırlıq qüvvəsidir. Deməli T M2J ağırlıq qüvvəsinə bərabərdir. Yəni 30 Newtondur. Aha, 30 Newton tapdıq. Deməli T 30 Newtondur. Onda F sürtünmə də 30 Newton olacaq. Doğru cavab D variantı. 53-cü sual. 50 kiloqram kütləli cisim 2 metr saniyə təclə qaldırılan zaman torosda yaranan gərilmə qüvvəsini modulunu hesablayın. A təcillə şaquli yuxarı hərəkətdə gərilmə qüvvəsi M, J üstəgəl A düsturu ilə hesablanır. M bizdə 50'dir. J o 50'dir. J 10'dur. A da 2'dir. Bu da eləyib 50 vur 12. O da 600 Newton olur. 54-cü sual. Yaya bağlanmış cisim K kənar vəziyyətindən O tarazlıq vəziyyətinə doğru hərəkət edir. Kənar vəziyyətindən tarazlıq vəziyyətinə doğru hərəkət edir. Yəni kənar vəziyyətdə X maksimum idi. Tarazlıq vəziyyətində X 0 idi. X maksimumdan 0'a doğru azalır. Deməli X azalır. X azalırsa
Biz bu barədə danışmışdıq. Şagirdlər rahat başa düşsün deyə iki komandaya bölmüşdük. Qırmızı komanda, mavi komanda. Mavi komandanın üzvləri impuls idi, sürət idi, kinetik enerji idi. Qırmızı komandanın üzvləri isə təcil, əvəzləyici qüvvə və potensial enerji. Burada əvəzləyici qüvvə rolunu bizdə elastiklik qüvvəsi aparacaq, çünki yaydır. Başlayaq. X azalırsa və bunlar qırmızı komandanın üzvləri X-dan asılıdır. X azalanda bunlar da azalacaq. De- Deməli, sürət nə edəcək? Bəs artacaq. Deməli, X azalır, sürət artır. X azalırsa, sürət artacaq, sürət artırsa, impuls artacaq, impuls artırsa, kinetik enerji artacaq. Burada cismin impulsun qiyməti artır. Bir doğru variantdır. Onda 2 ilə 3 səhv variantdır. Elastiklik qüvvəsinin qiyməti artar. Xeyr, X azaldığına görə bax, bunlar hamısı azalacaq. Həmçinin elastiklik qüvvəsi də aiddir. 4 səhvdir burada. Yayda yanan elastiklik qüvvəsinin qiyməti azalar. 5 doğrudur. Onda 6 da səhvdir. Bu sualın cavabı olacaq 1, 5. 55-ə baxırıq. Açar sözlərdən uyğun arzular istifadə edərək mətni tamamlayın. Bir saniyədə baş verən rəqslərin sayı rəqs tezliyi adlanır. 3 bura gedir. Sonra bir tam rəqsə sərf olunan zaman rəqs periodu adlanır. Sonra rəqs zamanı rəqqasın yükün hazır vəziyyətdən ən çox uzaqlaşdığı məsafəyə rəqs amplitudu deyirik. 4 də bura getdi. Rəqs zamanı rəqqasın yükünün hazır vəziyyətdən ixtiyari uzaqlaşdığı məsafəyə isə rəqqasın yer dəyişməsi deyirik. 56. 4 saniyə ərzində 20 kilojul iş verən mühərrikin gücünü hesablayın. Gücün düsturu A bölünsün T'dir. 20 cavab kilovatlandı. Bu da kilojolla da çevirmə aparmırıq. 24-ə bölürük 5. 57. Verilmiş cismin F qüvvəsinin təsirlə düz xətli bərabər yeyinləşən hərəkət edir. Bu zaman F qüvvəsi sürət istiqamətli olduğuna görə müsbət iş görür. 1-ə gedəcək A. Ağırlıq qüvvəsi perpendikulyar olur. Bunun uzantısını çəksək, yəni hərəkət də perpendikulyar olduğuna görə iş görmür. B variantı bura getdi. Əvəzləyici qüvvə yeyinləşən hərəkətdə müsbət, yavaşanda mənfi iş görür. Ona görə də C-ni biz bura əlavə eləyəcəyik. Sürtünmə qüvvəsi hərəkətin əksinə yönəldiyinə görə mənfi iş görür. Dayağın reaksiya qüvvəsi dayağa perpendikulyar olduğuna görə iş görmür. 1 AC, 2 D, 3 B. Növbəti sual 58-ci sual. Yer səthindən müəyyən hündürlükdən şaqul aşağı istiqamətdə bərabər sürətlə enən paraşütçünün yer səthinə çatana qədər kinetik enerjisinin, potensial enerjisinin və tam mexanik enerjisinin necə dəyişdiyini yazın. Deməli, mən dərs keçəndə mütləq bunu qeyd eləyirdim, hər zaman da qeyd etmişəm. Yəni tam enerji həmişə dəyişməyəcək deyə bir şey yoxdur. Yəni elə sırf bu hallarda tam enerji dəyişə bilir. Bu bərabər sürətdən hərəkət etdiyinə görə sürət sabitdir. V konstantdır. Sürət sabit olduğuna görə mv kvadrat bölü 2-yə görə sürət sabitdirsə, konstantsa, kinetik enerji də konstant olacaq. Yəni kinetik enerji dəyişməz yazacaqsınız. Bu get-gedə aşağı endiyinə görə hündürlük azalacaq. Hündürlük azaldığına görə potensial enerji mgh hündürlük azaldığına görə potensial enerji də azalacaq. Ona görə burada potensial enerji azalar. Deməli yazırıq YP azalar. Sonra tam enerji, tam mexanik enerjinin üstünü yazırıq. Y kinetik üstəgəl Y potensial. Kinetik sabit, potensial azaldığına görə tam mexanik enerji də azalacaq. 59. Müəyyən hündürlükdən sərbəst uçan 2 kiloqram kütləli cismin 4-cü saniyə sonunda impulsun modulunu hesablayın. Sərbəst uçan cisim V bərabər JT ilə düşür. P bərabərdir MV. V-ni də yenə JT yazacaq. Olacaq MGT. M bizdə 2, J 10, T-də 4. O da eləyəcək 80. 60. Düz xətli hərəkətdən 4 kiloqram kütləli cismin sürət zaman tənliyi V bərabər 10 üstəgəl 2T şəklindədir. Bu cismin ilk 5 saniyə ərzindəki kinetik enerjisini hesablayın. Deməli, kinetik enerjisinin zamanlı asılı qrafini çəkin deyir. Deməli, ilk 5-ci saniyə sonunda bu cismin sürətini tapaq. 10 üstəgəl 2 vurulsun 5. O da eləyəcək 10 üstəgəlinsin 10, yəni 20. Və 5-ci saniyə sonunda kinetik enerjisini qrafikini də
Qiymətini hesablayaq. MV kvadrat bölü 2. Deməli, 4 vurulsun. 20'nin kvadratı bölünsün 2. O deyil 2 vurulsun 400. O da 800 eləyir. Başlanğıc kinetik enerjide hesablayaq. MV0 kvadrat bölü 2. M bizdə 4, onun kvadratı bölü 2. Bu da 200'dür. Və zamandan asılı qrafiki. Kinetik bərabərdir. Deyək ki, MV kvadrat bölü 2'dir. Burada kvadratik aslı olacaq. Çünki bu V'nin qiymətini yazanda T'nin kvadratı alınacaq. Onda bunun qrafiki bu formada olacaq. Baxın, müəyyən qiymətdən, yəni hansı qiymətidir o? 200 joule qiymətindən başlayacaq. Bu formada artacaq. Buraya yazırıq 200. Burada yazırıq 800. Burada yazırıq ilk 5 saniye. Bu formada, qrafik bu formada olacaq. Beləliklə, əziz abituriyentlər, birinci qrupun fizika suallarını izah etdik. Gəlin dördüncü qrupların da situasiya suallarını izah eləyək. Çünki yerdə qalan bütün suallar eynidir. Başlayaq. Kütləsi 60 kg olan paraşütçü 50 metrdən 2 metr saniyə sürətlə şarqıl aşağı istiqamətdə bərabər sürətlə enir. Yer səthini sıfır olaraq qəbul etməli. Yer səthinə çatana qədər paraşütün kinetik potensialı və tam enerjilər necə dəyişdiyini burada qeyd etdik. Çünki birinci qruplarla eyni idi. Kinetik enerji dəyişmədi, potensial enerji azaldı, tam enerji azaldı. Birinci qruplarla eyni oldu. 59 başlanğıc 50 metrinlikdə olan paraşütün 10-cu saniyənin sonunda potensial enerjisini hesablayın. Biz 10 saniyə bu cisim nə qədər aşağı enib onu hesablaya bilərik. Deməli, belə S bərabərdir VT düsturu ilə. V-ni bizdə neçə verib? V-ni bizdə 2 metr saniyə sürət verib. 2 vurulsun 10, o da eləyər 20 metr. Deməli, bu cisim 20 metr aşağı düşüb. 20 metr aşağı düşübsə, demək bunun yer səthinə olan hündürlüyü ondan elə bir 20 metr düşüb. Yer səthinə olan hündürlüyü olubdur bizdə 30 metr. Yəni potensial enerjini hesablayarkən Y potensial bərabər MJ H-a görə M-i biz nə qədər vermişik? M-i vermişik 60, J 10, H-ı da biz 30 götürəcəyik. O da eləyəcək 18 yanında 3 0. 18 min joule və ya 18 kilojoule. Sonra 90, 50 metrinlikdən yer səthinə çatana qədər paraşütün kinetik və potensial enerjisindən zamansız qrafiklərini çəkin. Deməli, bərabər sürətlə hərəkət etdiyinə görə kinetik enerji dəyişməyəcək. Çünki yer səthinə çatana qədər kinetik enerji nə eləməyəcək? Dəyişməyəcək, çünki bərabər sürətli hərəkət edir. Potensial enerji isə get-gedə azalacaq. Bərabər sürətli düşdüyünə görə xətti qanundan azalacaq. Yəni, potensial bu formada azala-azala gedəcək. Nəhayət sıfır olacaq. Nə düstursa belədir, yenə də düstur yaza bilər. Y kinetik bərabər MV kvadrat bölü 2, V dəyişmədiyinə görə kinetik enerji dəyişmiş. Amma burada nə tərli vəziyyət? Burada H bu qanundan azalır. H minus VT qanundan dəyişir. Bu H 50 metrdir. Y potensialı da tapanda onda yazırıq ki MJ böyük H çıxılsın VT. Bu minusa görə ədəd azalır. Onun da əsaslanması bu formadadır. Beləliklə, əziz abituriyentlər, 10-cu sinif fizika suallarında izah etdik. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə sizlərə qarşıdan gələn imtahanlarda uğurlar arzu edirəm. Sağ olun, sağlıqla qalın.